Bu oyun hansı aspektdən önəmlidir? Vermidub aspektindən. Vermidub gələndən Neftçi məğlub olmayıb. 7 oyunun heç birində məğlub olmayıb, heç-heçələr var. Amma əslində oyun olaraq Neftçidə müsbət elementlər sezilir. Yəni bu aydın görünür. Aydın görünür. Amma qazanılan qələbələr bir qədər ciddi qəbul olunmur. Niyə? Daha çox outsiderlər üzərində qazanılan qələbələr var. Qəbələ, Karvanyevlax, Kəpəz, yəni bu komandalar üzərində qazanılan qələbələr var. Yalnız Araz Naxçıvan iddialılar əsasında, o da bilirik ki, Araz Naxçıvan hazırda enişdədir. Araz Naxçıvan ciddi rəqib kimi hazırda heç qəbul olunmur Premyer Liqada. Həm də Vermidubun özünü təsdiqləmə anıdır ki, bu dəqiqə hazırdan formada olan komandadır Turan, həm iddialı komandadır Turan, həm də özünü Vermidub təsdiqləməlidir ki, bizim yüksəlişimiz ancaq outsiderlər üzərində qələbə qazanmaqla deyil. Məhz belə oyunda qələbə qazanmaqla. Düşünürəm ki, bu oyunda məğlubiyyət Vermidubun da reputasiyasına bir xeyli zərbə vurmuş olacaq. Çox maraqlı bir nöqtəyə toxunursan, Xanoğlan. Sözün açığı, bəlkə də bəlkə də yox, dediklərində həqiqət var. Neftçi Vermidub gələndən sonra səhv eləmirəmsə, ilk altılıqda qarşılaşan komandalardan, yəni birinci dəfədir hansı nəsə oynayır. Zirə ilə qolsuz bərabərlik. Zirə ilə qolsuz bərabərlik. Qarabağ Sabahından oynamayıb. Yəni, sözün açığı, əslində Sumqayıtla da 2-2 bərabərlik var. Yəni qələbə yoxdur ilk altılığı nəzərdə alırıqsa. Yalnız Araz Naxçıvan üzərinə qələbə var. Araz Naxçıvan da görürük də hazırda hansı vəziyyət. Araz Naxçıvanda da düzdür, vəziyyət bir o qədər də ürəkaçan deyil. İndi orada o barədə danışacağıq. Olacaq yəqin ki.